Peyğəmbər əleyhissalamın ümmət üçün qoyduğu ən gözəl töhfələrdən biri onun gözəl əxlaqı idi. Və bu gözəl əxlaqı Peyğəmbər əleyhissalam həqiqətən həyatına tətbiq eləyirdi. Rəvayətdə gəlibdir ki, bir nəfər var idi, Peyğəmbər əleyhissalam həmişə yoldan keçəndə deyir, ayağının altına tikan tökərmiş, başına zibil tökərmiş. Peyğəmbər əleyhissalam da heç nə olmamış kimi keçib gedərmiş. Bir gün yoldan keçəndə görür ki, başına zibil tökən yoxdur. Maraqlanır, deyir ki, o həmin adam necə olub? Dedilər ki, xəstələnib. Gedir onun başının üstünə, bu gözün açanda görür Həzrətin mübarək camalın. Elə bilir ki, Peyğəmbər intiqam almağa gəlir. Görür ki, yox, Peyğəmbər bunun başını sığallayır. Buna deyir, Allah sənə şifa versin, necəsən, nəyin çatışmır. Baxır, Peyğəmbər əleyhissalamın o əzəmətli əxlaqı qarşısında əriyir, müsəlmançılığı qəbul edir. Peyğəmbər əleyhissalam həqiqətən bu cür bir şəxsiyyət idi. Bu cür ümməti üçün narahat olan bir şəxsiyyət idi. İndi biz baxaq özümüzə görək, Peyğəmbər əleyhissalamın əxlaqını həyatımıza tətbiq eləyə bilmişik. Həyatımız, ailəmizdə Peyğəmbər əleyhissalam kimi rəftar eləyə bilirik, yoxsa yox. Bazarlarımızda, ictimaiyyətdə Peyğəmbər əleyhissalamın əxlaqını yaşada bilirik, yoxsa yox. Həqiqətən yaşada biliriksə deməli biz Peyğəmbər əleyhissalamın həqiqətən yolun gedənlərdənik.